Ödün funksiyası nədir orqanizmdə? Öd orqanizmdə nə üçün var? Yağları parçalamaqdan ötürü. Öd əməliyyatı keçirən insan heç vaxtı ödündən məhrum olmur. Çox belə dəhşətli yanılığı var çox insanlarda, səhv düşüncələr var. Çünki faktiki olaraq biz əgər danışırıq ki, mənim ödüm yoxdur, bu səhv termindir. Sizin ödünüz olmaya bilməz. Bəli, deyəcəksiniz ki, mənim öd kisəm yoxdur. O başqa bir şeydir artıq. Çünki əməliyyat zamanı sizin düzgün olmayan qidalanmanızdan yola çıxaraq həmin o öd kisəsinin daxilində daşlar yaranır. Kristallar yavaş-yavaş əməlli başlı daşlara gedir. Çünki düzgün yağlardan istifadə eləmirsiniz. Teksun, meksun, nə bilim o margarin tipli yağlar yavaş-yavaş öd yağ parçalayır. Ödün işi yağları parçalamaqdır. Bir müddət sonra artıq elə yağlar verirsiniz ki, o yazığa parçalaya bilmir. Daşlar yaranır, dolur. Yəni o torba öd möhtəviyyatı ilə dolmalı olduğu halda artıq daşlarla dolur. Həkimlər də yazıqlar, neynəsinlər? Doldurursunuz öd kisənizi daşlarla, gedirsiniz ki, ağrıyır. Üzr istəyirəm, ağrıyır. Bu tərəfdə yox, bu tərəfdə. Ağrıyır. Və baxırlar ucuda, görürlər ki, içində əməlli başlı bir evin daşı var. Neynəsinlər? O da elə bir orqandır ki, içinə girib daşları çıxartmaq mümkün deyil. Götürürlər qəşəngcə daşlarla birlikdə öd hissəsini tullayırlar. Çıxarırlar daşları da sizə göstərirlər. Və bütün bunlardan sonra artıq sizin öd kisəniz olmur. Amma bir müddətdən sonra insan orqanizmi o qədər mükəmməl, möhtəşəm bir varlıqdır ki, hətta 6-7 aydan sonra artıq orqanizm öd kisəsi olmadan öz ifraz etməyə normal şəkildə uyğunlaşır. Bilirsiniz necə? Dəyərini bilmirik. Mükəmməl bir varlığıq, dəyərini bilmirik, vallahi.